Ənənələrə sadiq olaraq gəldik, çatdıq. Salam, hər vaxtımız xeyir. Bugün 22 aprel. Gün orta saat 2. Gedirik Sənan bəyi qarşılamağa. Sənan bəy Azərbaycandan vizasını aldı. Bugün gəlib Pilzenə qarşılayacaq. Koordinatora təhvil verəcək. Təlimatlar verəcək. Biraz söhbət eləyəcək. Ondan sonra Sənan bəy yola salacaq. Sənan bəy uzun müddətli iş vizasına gəlib 2 illik oturum kart alacaq. 2 ildən sonra da Azərbaycana geri dönməyə ehtiyac yoxdur. CX daxilində uzatmaq olur. İşləyəcəyi iş nə barəsində, qalacağı yer barəsində də məlumat verəcəyik. Videonu izləmədə qalın. Çantalarını qoyub çox güman ki buradadır. Səni qoyacağım internetə qoyacağım. Hamı görsün gəlsək. Vəziyyət gəlmişsən. Gəldi, Sənan çatdıq, qarşıladıq. İndi birazdan koordinatora gətirəcək, söhbət eləyəcək yenidən. Hə, Sənan bəy gəldi, çatdı. Gəldik, oturduq Sənanla söhbət eləyirik. Bir yarım saata koordinator gələcək, Sənan aparacaq qalacağı yerə. Sən təxmini yanvarda başladıq, sən? Yanvarda başladıq, hə. Yanvarda başladıq, dekabr kvotasında artıq düşdü. Təxminən 11 ayın içində kvotaya düşdü. Bugün aprel ayıdır. Təxminən vizası da 2 ay falan çəkdi. Viza almaq, bilet almaq falan bugün buradadır. Bu belədir. Heç kim sizə deyəməz ki 3 aya gələrsən, 4 aya gələrsən, belə şey mümkün deyil. Kvotanın asılıdır. 4 aya gələn də olur, Sənan kimi 1 ilə gələn də olur. Yəni bu hansı kvotanın asılıdır, bir iki kvota. Sənan da inşallah bir müddət sonra işləyəndən sonra artıq 6-cı ayında iş yerini dəyişə bilər və istihar asılıca gedə bilər. İndi buradan aparacaq yataqxanaya. Yataqxanadan təxminən 3 gün, 1 həftə ərzində polisə getməlidir, qeydiyyatdan keçməlidir. Polisdən sonra işə başlayacaq. Artıq qalacağı yerə gedəcək bugün. İşə başlayandan sonra da artıq bank hesabı açılmaq və işə başlama prosedurları bir müddət sonra artıq 6-cı ayın tamamında ürək istədiyi hər yerə gedib işləyə biləcək. Bu qədər, izləmədə qalın, video bəyənin, like eləyin, yenə danışarıq. Oldu, çox sağ olun. Sənan yola salırıq. Koordinator gəldi. Eşləri yerləşdiririk. Sənan yola düşür yataqxanaya. Oradan sonra da polisiyaya gedəcək.